Start again, right? Hello, children. Hello, teacher. How are you today? I'm fine. Are you excited? Yes. Yeah. Are you excited? Yes. Yes, of course. We have some questions for you. We have some code for you, so you must find it, find answers, and at the end, you must complete and find the digit. Yes. Can we start? Yes. Are you ready? Yes. Let's go. Deməli, İngilis dilində bilmədiyimiz sözü vərəqin arxasında bəzi sözlər var ki, biz ora qeyd eləmişik ki, siz təzə tanış olursunuz İngilis dilində bu sözlərlə. Bilmədiyiniz sözü oradan tərcümə edə bilərsiniz. There is a vocabulary there, so you can use it easily. Sualların tapılmasına 20 dəqiqədən sonra hər komanda öz suallarını təqdim edəcək. What did you say? What did you say? Burada değil, nen çıktı. Life. Səhv tapsan, ikinciyə keçmək qeyri-mümkün, yəni ikincini də səhv edəcəksən. Sonunda şifrənin birincisini tapmaq üçün bunları ardınca qeyd eləməlisiniz. Yəni, birincini səhv tapsaz, ikincinin də cavabını səhv alacaqsınız. İkincini tapa bilməsəz, üçüncüyü tapa bilməyəcəksiniz. 4 sual bir-birindən əlaqəli sualdır. Ona görə də mütləq şəkildə, diqqətli şəkildə işləməliyəm ki, sonda şifrənin birinci kodunu tapmış olun. Boys, look at your page. Look at your page. Yeah. Which one? Please. Teacher, what's the meaning of angle? It means bucak. Right here. Okay, is bad, right? Okay. G is okay. Bugün Telan Tədris Mərkəzində şagirdlərimiz ingilis dili və riyaziyyatın inteqrasiyası olan bir dərsdədirlər. Hal-hazırda onlar sınaq işləyirlər qruplar şəklində. Mən bu dərsin mahiyyəti barədə layihənin rəhbərləri ilə bizim ingilis dili müəllimimiz xanım müəllimə və riyaziyyat müəllimimiz Çorğun müəllimlə müsahibə almaq istəyirəm, danışmaq istəyirəm. Bugünün mahiyyəti nədir? Sözü verə birinci xanım müəllimə.
Biz düşünürük ki, uşaqlar hər tərəfli inkişaf eləməlidir və onların tədrisində ingilis dili, riyaziyyat və digər elmlər olduqca vacibdir. Biz belə qərara gəldik, bu layihəni tərtib eləyəndə ki, uşaqları hər iki tərəfli inkişaf elətdirək. Həm riyazi bacarıqlar, həm ingilis dilində özlərini ifadə eləməyi, düşünmək bacarığı inkişaf eləsin. Ona görə belə bir layihə biz irəli sürdük. Uşaqların marağına səbəb oldu, həmçinin valideynlərin də. Ümid edirik ki, uzun müddətli olacaq bu layihəmiz. İnşallah. Təşəkkür edirəm xanım müəllimə. Buyurun Və siz. biz də müəllimə qeyd etdiyi kimi çalışırıq ki, dərslərimizi yeni dövrün tələblərinə uyğun olaraq quraq. Yəni şagirdlərin əsas məsələ odur ki, şagirdlərin maraq, tələbat və istəklərini nəzərə alaraq dərslərimizi təşkil edək və bugünkü dərsimiz riyaziyyat və ingilis dilinin inteqrasiyasıdır. İnşallah ki, şagirdlər bunu bacarır. Təşəkkür edirəm. Çox sağ olun Koroğlu müəllim və bizim dəyərli xanım müəlliməmiz. Uşaqlar, sizə mane olacağam, amma bu sualı vermək istəyirəm. İngilis dilində deyin, xahiş edirəm. Aha, baxaq. Uşaqlar, bu dərs sizin üçün faydalıdırmı? Yes. Biz sizə öyrətmədik ki. Biz sizə yalnız dərs öyrədirik. Təşəkkür edirəm bizim layihəmizdə iştirak etdiyiniz üçün. Ümidvaram ki, gələcəyin fəal gənclərindən olacaqsınız. Yeah.